Hədisdə var, insanı gətirib qəbrə qoyub gedəndə, insan orada artıq tənha qalanda Allah başlayar bəndəsindən söhbət eləməyə. Amma bu söhbət ağır söhbətdir. Bu söhbət insana xəcalət verən söhbət. Allah deyər ki, mənim bəndəm, onlara görə ki, mənə günah edirdin, indi çağır onlar gəlib sənə kömək eləsinlər. Kimə görə mənə üsyan elədin? Kimlərə görə mənim şəriətimi saymadın? Kimlərə görə mənim hökmlərimi saymadın? Kimlərə görə mənə ibadət eləmək istəmədin? Ya nələrə görə? Vəzifəvə görə? Bir neçə il bahalı maşın sürəcəydin ona görə. Nəyə görə mənə üsyan elədin, günah elədin? Allah deyər ki, bəndəm, get indi onları çağır, gətir. Gəlsinlər, burada sənə kömək eləsinlər. Orada tənhalıq var. Nə gedə bilərsən, nə gedib gətirə bilərsən,